Dəyərli müəllimlər, müdavimlər, mən Natəvan Zamanzadə, kurikulum üzrə təlimçi hər birinizi salamlayıram. Bu günləri yeni bir nəzəriyyənin, Goleman nəzəriyyəsinin emosional zəka, Golemanın daha doğrusu emosional zəka nəzəriyyəsinin izahını verəcəm. Müəllimlər, izaha başlamamışdan əvvəl mən sizə sınaq qrupumuz haqqında məlumat vermək istəyirəm. Sınaq qrupumuz aprel ayından başlayacaq. Kimlər ki, yüksək səviyyədə situasiya testləri işləmək istəyir, təhlil etmə, situasiyaya yanaşma, tətbiq etmə qabiliyyətini formalaşdırmaq istəyirsə, bu bacarıqlar sizdə yaranmasını istəyirsinizsə, bizim sınaq qrupumuz sizin üçündür. Çünki biz sınaq qrupumuzda yalnız model suallar, MİQ və sertifikasiyada istifadə olunmuş son 4-5 ilin bütün suallarını sizə işlədəcəm. Həmçinin bu model suallara uyğun olaraq özüm situasiyalar yazıram ki, bunu heç bir təlimçidə görə bilməzsiniz. Keçən il bizim sınaq qrupumuza qoşulan müəllimlərin nəticəsi 80-90% olmuşdu. Müəllimlər, onu qeyd edim ki, siz bu qrupa qoşulmaqla yalnız sınaq işləməyəcəksiniz. Sınaqlar işləyəcəksiniz. Bununla yanaşı sınağın izahını dinləyəcəksiniz. Bununla yanaşı bizim ümumi təkrar qruplarımızda dinləyici kimi iştirak edə biləsiniz. Yəni bu cür şəraiti heç kim sizin üçün yaratmır. Və ödəniş isə minimum ödəniş qoymuşuq. Yalnız bir dəfə ödəniş ödəməklə siz bizim sınaq qrupumuza qoşula bilərsiniz. MİQ müəllimləri 25 manat, sertifikasiya müəllimləri isə 20 manat. Yalnız bir dəfə ödəyəcəksiniz aprel ayında və imtahan gününə qədər sınaqlarla təmin olunacaqsınız. İndi başlayaq Goleman nəzəriyyəsinə. Müəllimlər, Goleman emosional zəka nəzəriyyəsini qeyd etdiyim kimi yazıbdır və bu Goleman 1946-cı ildə anadan olub. Yəni bunun anadan olması sizin üçün vacib deyil. Elə belə məlumat üçün verirəm ki, deməli bu kişinin emosional zəkası o qədər güclüdür ki, 46-cı ildə anadan olub və hələ də bu yaşayır. Çünki pozitiv insandır, hadisələrə pozitiv cəhətdən yanaşır. Yəqin ki, onunla əlaqələndirirəm bu qədər uzun ömürlü olmağın sirri. Baxın müəllimlər, Goleman öz başına gələn hadisədən yola çıxaraq bu nəzəriyyəni yazıb. Ümumiyyətlə uzun müddət araşdırma aparılmış və deyir bir gün yağışlı günlərin birində Daniel Goleman New York şəhərində ağır iş günündən sonra yorğun halda, yəqin ki imkan da zəif imiş ki, taksi ilə getməyib, maşınla getməyib, oturub avtobusa. Avtobus dayanacağında, daha doğrusu avtobus gözləyirmiş və bu avtobusda insanlarla dolu, hamısı işdən qayıdan yorğun insanlardır. Goleman da biraz yorğun şəkildə avtobusa minir və bu avtobusa minəndə görür ki, orta yaşlı, qara dərli bir sürücü buna şən əhval-ruhiyyə ilə pozitiv cəhətdən deyir ki, necəsən? Yəni bunu gülərək də, yəni bunu müsbət aura ilə deyir. Yəni sürücünün bu davranışı nəinki Golemanı, eyni zamanda oradakı digər yorğun sərnişinlərə də xoş təsirat başlayır. Sürücü başlayır pozitiv danışmağa, müsbət yüksək enerji ilə danışmağa, başlayır bu şəhər haqqında məlumat verməyə, bələdçilik eləməyə. Goleman görür ki, bayaq avtobusa mindiyi o yorğun üzdən heç kimdə əsər əlamət qalmayıb. Hamı, yəni bu yorğunluq aradan qalxır da bu şoferin, bu sürücünün bu cür münasibətindən sonra. Və bundan sonra Goleman başlayır emosional nəzəriyyə haqqında düşünməyə, emosional zəka haqqında düşünməyə. Və burada belə qərara gəlir ki, emosiyalar virus kimi yoluxucudur müəllimlər. Virus kimi yoluxucudur. Niyə desəz? Ona görə virus kimi yoluxucudur ki, bu deyir cəmiyyət üçün nə dərəcədə vacib olduğu qənaətinə gəlmək üçün belə fikir söyləyib. Baxın, görürsünüz, virus necə insandan insana yayılır, düzdürmü? Bu sürücü bir dənə gülər üzlə bütün sərnişinlərə necəsən deməsi, görürsünüz, bu insanlarda nə qədər pozitiv bir mühit yaraşdırır. Bütün bu pozitivliyi hamıya yoluxdurdu. Ona görə deyir ki, virus kimidir və emosional intellekt anlayışını formalaşdırır. Daniel Golemana görə müəllimlər, insanın iki zəkası var. Emosional zəka və rasional zəka. İndi mən sizə bir video izlədəcəm. Bu videonu izlədikdən sonra aydın olacaq ki, mən sizə nə demək istəyirəm. Yəni dedik ki, insanın iki cür zəkası olur. Emosional zəka və rasional zəka. Emosional zəka bizim hisslərimizlə cavab verməyimizdir. Amma yəni sadəcə olaraq bizim o hisslərimiz emosional zəkadır. Amma bizim sözlərimiz rasional zəkadır. İndi bir dənə bu videonu dinləyək.
Nasılsınız? İyiyim, sağ olun. Yok, gerçekten nasılsınız? Videoda gördünüz. Deyir ki, nasılsınız, necəsiz? Qadın deyir ki, yaxşıyam. Bu bunun sözüdür. O psixologdur da, digər qadında və deyir ki, gerçəkdən nasılsınız? Yəni həqiqətən necəsiz? Bunu deyəndə həmin qadın göz yaşlarını saxlaya bilmir. Onun sözləri, birinci dediyi ki, yaxşıyam, bu onun rasional zəkasıdır müəllimlər. Bax, bu rasional zəkadır. Rasional. Amma o ağladı, o göz yaşları onun emosional zəkasıdır. Və Goleman da deyir, insanda iki cür zəka var. Misal üçün, deyir ki, yoldaşı ölmüş qadına bir müddətdən sonra deyirlər ki, necəsən, özünü necə hiss edirsən? O da deyir ki, artıq yaxşı hiss edirəm. Yaxşı hiss etdiyini deyir, işlərim yoluna düşüb, öyrəşmişəm. Amma bunları dedikcə o göz yaşlarını saxlaya bilmir. Eynən videodakı kimi. Bu o deməkdir ki, öz hissləri haqqında yanlış məlumat verir. Yəni, o həqiqəti danışır. Sadəcə onun sözləri rasional zəka, onun göz yaşları emosional zəkadır. Eynən videodakı qadın kimi. Və Goleman hesab edir ki, təhsildə, karyerada, ailədə yüksək nailiyyət əldə etmək üçün emosional zəka çox vacibdir. Emosional intellekt çox vacibdir. Yəni bizim kitabımızda xüsusi nümunələr verilib ki, buna özünüz baxarsınız, hadisələr həyatdan götürülmüş. Bunu özünüz oxuyarsınız. Mən video qısa olsun deyə, siz çox yorulmayasınız deyə uzun izah vermirəm. Yəni emosional zəka çox vacibdir müəllimlər. İndi mən sizə bir nümunə deyim. Baxın, işə hazırlaşan insan CV verir və bu CV-si qəbul olduqdan sonra bu insanlar imtahana cəlb edir. Bu olsun müəllimlər olsun, bank işçisi olsun, dövlət qulluğu olsun, istənilən bir şirkət olsun. Yəni indiki dövr elədir ki, hara getsən səndən imtahan tələb edirlər. Baxın, birinci mərhələ imtahandır. İmtahandan keçdiyin, bu sənin rasional zəkandır. Sənin rasional zəkanı yoxlayırlar. Rasional zəkanı yoxlayırlar. Sonra bir müddət sonra səni müsahibəyə çağırırlar. Artıq müsahibədə sizdən soruşurlar, sizin emosiyalarınızı, psixologiyanızı yoxlayırlar. Bu olur emosional zəka. İndi müəllimlər, Goleman deyir ki, emosional zəka psixoloji zəkadan da üstündür. Yəni, emosional zəka insanın davranışı, özünü idarə etməsi, düzgün ünsiyyət qurması, səmimi olması, empatiya qurması bu emosional zəkadır. Amma rasionalda məntiqimiz, təfəkkürümüz, deyirlər, filankəsin bir məntiqi var. Onun IQ səviyyəsi dəhşətdir. Hər şeyi çox məntiqi cəhətdən həll edə bilir. Yəni, bu rasional zəkadır. Yəni, belə deyək, intellektual səviyyə rasional zəkada. Savadlı olmaq yaxşıdır, müəllimlər. Amma bizim davranışımız, rəftarımız keyfiyyətli deyilsə, bu savadlı olmaq da önəmli deyil. Və Goleman deyir ki, emosional zəka rasional zəkadan da vacibdir. Niyə? Test mərhələsində qeyd etdiyim kimi, hamı getdi. İmtahanı uğurla başa vurdu. Bu insan, misal üçün, dövlət qulluğuna hazırlaşıb, çox yüksək bal topladı. Rasional zəkası tamam var. Savad, təfəkkür güclüdür. Bu insan gedir müsahibədə, özünü düzgün ifadə edə bilmir. Müsahibədə insanların səbrini yoxlayırlar. Baxın, müəllimlər özləri, sertifikasiya və MİQ müəllimləri. Gedirsiniz siz müsahibədə. Birdən olur ki, bir müəllimdən, mənim təcrübəmdə var, yəni müsahibəyə hazırlaşdırdığım müəllimlərdən 4-5 dəfə soruşublar ki, atanın adı nə idi? Dedin, atanın adı nə idi? Yəni, eyni sualı dayanmadan sənə 4-5 dəfə verirlər. Və yaxud da özünü təqdim edirsən, deyir ki, adın nədir? Misal üçün, deyirəm Natıvan. Deyir, necə? Bir də deyirəm Natıvan. Deyir, necə? Bir də deyir. Yəni, eşitdiyi halda sənin səbrini yoxlayır. Bax, bu insanın emosiyalarını idarə etməsidir. Mən, ola bilsin ki, mən dövlət qulluğu imtahanından, mən sertifikasiyadan maksimum nəticəni topladım. Amma emosiyalar zəkamı yoxlayanda, müsahibədə mən özümü düzgün idarə edə bilmədimsə, düzgün şəkildə özümü apara bilmədimsə, emosiyalarımı düzgün şəkildə biruzə verə bilmədimsə, mən oradan kəsiləcəm. İndi biz Goleman dediyinə gəlirik ki, həqiqətən emosional rasionaldan daha deməli vacibdir. Bunu
biz demirik bunu, təbii ki, Goleman deyir. Yəni ona görə insan savadlı olması yaxşıdır, amma onun kobud olması, qabaq olması, yəni siz elə bil ki, işləyirsiniz hər hansı bir idarədə, hər hansı bir kollektivdə, istəyirsiniz ki, yanınızda pozitiv insan olsun, səni başa düşən, ünsiyyətcil, yəni biri var boş danışmaq, yəni insanı boş-boş danışıb yormaq. Amma biri var ki, hadisələrə normal münasibət quran, yəni ünsiyyət qura biləcəyin, əməkdaşlıq edə biləcəyin insan olsun yanında. Biri də var ki, sənin yanında qara qabaq, heç nə danışmayan, kobud, bir söz deyirsən, sənə aqressiv cavab verən, elə insanlarla işləmək istəyirsiniz? Təbii ki, yox. Ona görə kollektivdə, cəmiyyətdə, ailədə emosional zəkanın olması çox vacibdir. Yəni istənilən mühitdə emosional zəkanın olması vacibdir. Daha sonra emosional zəka müəllimlər yaşdan asılı deyil, yaşla əlaqəli deyil. Yəni elə insan var ki, müəyyən qədər yaş var, amma bu insanın emosional zəkası zəifdir. Amma bundan qat-qat balaca kiçik yaşda olan insan daha emosional zəkası yaxşıdır, bu uşaq mehribandır, gülərüzdür, səmimidir, empatiyası var. Yəni emosional zəkanın formalaşması yaşla da əlaqəli, yəni yaşdan asılı deyil ki, yəni kimsə böyük yaşlıdırsa, kimsə orta yaşlıdırsa, böyük yaşlının orta yaşlısından emosional zəkası daha güclü ola bilər. Yəni belə bir şey yoxdur. Yəni yaşla əlaqəli deyil. Emosional zəkanın formalaşmasında uşaqlar üçün, şagirdlər üçün valideynin rolu danılmazdır müəllimlər. Niyə? Bu uşaq 6 yaşına qədər evdə onu tərbiyə olunub gəlməlidir. Artıq 5 yaşından, 6 yaşından sonra müəllimlə valideyn birlikdə əməkdaşlıq edirlər. Yəni valideynin rolunu burada danmaq olmaz. Yəni əsas faktorlardan biri valideynin roludur. Bunu da bilmiş olaq. Sonra emosional zəka 5 komponenti var. 5 komponentdən ibarətdir. Hansı komponentlərdir? Birinci, özünü dərk. İkinci, özünü idarə etmə. Özünü idarə etmə. Üçüncü, motivasiya. Dördüncü, empatiya. Buna sosial məlumatlıq da deyirik. Empatiya. Sosial məlumatlıq. Və nəhayət sonuncu 5-ci komponentimiz olur münasibətlərin idarə olunması. Münasibətlərin idarə olunması. Buna həmçinin də deyirik sosial bacarıqlar. Sosial bacarıqlar. Deməli, dedik, emosional zəkanın neçə komponenti var? 5 komponentidir. Hansılardır? Özünü dərk, özünü idarə etmə, motivasiya, empatiya, sosial məlumatlıq da deyirik. Münasibətlərin idarə olunması, yəni sosial bacarıqlar. Özünü dərk nədir müəllimlər? İnsanın özünü tanıması. Özünü tanı. İnsanın özünü tanınması bu özünü dərkə aiddir. Yəni insan özünün zəif və güclü tərəflərini bilməsi, hisslərini tanıması, bu özünü dərkdir. İngilis dili dərsində uşaqlara şəkillər göstərilir. Yəni bu kiçik yaşlı ingilis siniflərdə, yəni görürsən, nə bilim, dəli var, əsəbi var, gülərüz var, hirsli var, nə bilim, ingilis dili müəllimləri daha yaxşı bilir, mad, angry, belə yazılır şəkillərin altında. Bu daha çox 1-ci sinifdə və yaxud 5 yaşında şagirdlərə öyrədilir. Bax, bu şəkillər göstərilir. Bu nə deməkdir? Aşağı siniflərdən bu şagirdlərə öyrədilir ki, hisslərini dərk etsinlər. Hissləri dərk etsinlər. Nə vaxt qəzəbli olursan, nə vaxt sevinirsən. Misal üçün, mənim deməli, uşağım gedir sınağa, istənilən valideyndə kiminsə, misal üçün də hər hansı bir valideynin uşağı gedir sınağa. Bu uşaq
sınaqdan 600-dən yuxarı bal toplayanda sevinir. Bu bilir ki, 600-ü keçsə sevinəcək. Amma bu uşaq 600-dən aşağı bal toplayanda bu kədərlənir. Niyə? Bax, bu hissini dərk edir. Bilir ki, nə vaxt sevinəcək, nə vaxt kədərlənəcək, nə vaxt qorxursa. Bu, bax, bu kimi hisslərindən xəbərdar olmaq, bu özünü dərk etməkdir. Nə vaxt hansı hissi keçirdiyini anlamaq. Adam var ki, uzaq yol gedəndə heç nə yemir. Deyir ki, mən maşına minən kimi mənim ürəyim bulanır. Və bu özünü dərk edir də, bu özünü dərk edir ki, yəni mən bu cür reaksiya verəcəm. Yəni insan, yenə qeyd etdiyim kimi, nə vaxt hansı hissi keçirdiyini anlaması bu olur özünü dərk. Adam var ki, qaranlıqdan qorxur. Yəni qorxu hissi, sevinç hissi, kədər hissi, qəzəb hissi. Sən bundan xəbərdarsan, bunu anlayırsansa bu özünü dərkdir. Özünü dərki mənəvi kompas adlandırır. Goleman deyir ki, özünü dərk mənəvi kompasdır. Yəni ona görə ki, insan öz hissini tanıyanda özünü daha yaxşı, düzgün idarə edə bilir. Özünü dərki inkişaf etdirmək üçün müəllim yönləndirici suallar verməlidir şagirdə ki, indi nə hiss edirsən, səncə nə üçün belə hiss etdin, bu hissi necə adlandıra bilərsən və s. kimi suallar verir. Kitablarda da bu sual var, kitabımızda da. Amma yəni bu sualı əzbərləmək vacibdirmi? Xeyr, çox da vacib deyil. Yəni özünüzü yormayın. Əsas odur ki, anlayaq. İkinci gəlir artıq özünü dərki bildik. Bu özünü dərkdəydi, özünü tanımaq. Səhv yazmışam. İndi özünü idarə etməyə baxırıq. Yəni özünü idarə etmə çox vacibdir müəllimlər. Həddindən artıq vacibdir. Biz insanıq və biz istənilən hissi keçiririk. Yəni bütün hisslər insan üçündür də. Əsəbləşə bilərik, sevinə bilərik, ağlaya bilərik, kədərlənə bilərik, qorxa bilərik. Yəni bunlar olmasa sən normal insan ola bilməsən. Təsəvvür edin ki, sənin çox sevincli bir günündür. Fərz edək ki, yəni övladınız yüksək balla universitetə girir. Siz heç bir reaksiya vermirsiniz, sevinmirsiniz. Yəni bu normaldır? Xeyr, bu normal deyil. Və yaxud da zəlzələ olur, hamı həyəcanlanır, qorxur. Bax bu normaldır da. Bu həyəcanlanıb qorxunun olması normaldır. Təsəvvür edin ki, zəlzələ olur, sən gülürsən. Belə olar, əlbəttə ki, belə olmaz. Amma bu hissləri də yetəri qədər çərçivədə biz biruzə verməliyik. Yəni həddi aşmamalıyıq. Yəni mənim uşağım universitetə giribsə, mənim övladım universitetə giribsə, yüksək balla mən indi durum başımı vurum divara ki, mən sevinirəm. Yox, hər şey çərçivədə olmalıdır. Səni kim nə qədər hissləndirirsə hisslənsin, çalış özünü idarə et. İmtahan cavabı çıxanda abituriyentin hərəsi bir reaksiya verir. Görürsünüz internetdə yayılıb. Biri qışqırır, biri ağlayır, biri sakit qarşılayır, biri durmadan atasına zəng eləyir, biri durmadan qışqırır. Yəni görürsünüz bu nədir? Özünü idarə etmə. Özünü idarə etməsi zəif olan daha belə çılğın hərəkətlər eləyir. Amma biz çalışmalıyıq ki, çərçivədən çıxmayaq. Özümüzü normal şəkildə idarə edə bilək. Goleman nəzəriyyəsində görürsünüz emosional zəka. Bax, bu çox vacib cümlədir. Bunu yadınızda saxlayın müəllimlər, özünü idarə etmədə. Goleman bütün nəzəriyyələrdə deyir ki, hisslər çox vacibdir. Yəni, hər yerdə deyir ki, emosional zəka üstündür. Yəni, emosiya idraki fəaliyyətdən üstündür. Bir dənə bu mərhələdə, bu komponentdə özünü idarə etmədə deyir ki, rasional zəka olmalıdır. Deməli, özünü idarə etmədə rasional zəkanın vacibliyini deyir. Niyə? Çünki sən o hisslərini normal şəkildə biruzə verməlisən. Normal şəkildə özünü idarə etməlisən. Bax, bu da olur özünü idarə etmə. Deməli, hisslərini anlamaq, keçirdiyin hissi anlamaq olur özünü dərk. Amma sən o hisslərini idarə edə bilmək artıq olur özünü idarə etmə. Rasional zəka da özünü idarə etmədə üstünlük təşkil edir. Çünki hisslərinin deyir təsirinə düşmə. Özünü düzgün şəkildə idarə et. Hisslərin təsirinə düşmək olmaz. Mən hirslənim, kimdənsə dalaşım, hirslənim, ona başlayım, olmazın sözlərini deyim və sonra hirsimsə keçəndən sonra peşman olum. Ona görə bunu çərçivədə etmək lazımdır. Üçüncü gəlir motivasiya. Motivasiya nədir müəllimlər? Ümumiyyətlə, indi hamınız dərslə məşğul olursunuz. Uğurlu olmaq üçün insanın motivasiyası olmalıdır. İnsanın özünü həvəsləndirməsi, özünə strategiya qurması, beynində canlandırsan, mən imtahanı uğurla keçsəm belə olacaq. Sertifikasiyalı müəllimlər deyir ki, misal üçün 60
bal toplasam, 50 plus bal toplasam bu şeylər olacaq. MİQ müəllimləri deyir ki, Allah hamısına qismət eləsin. Mən 80 plus bal toplayıb istədiyim məktəbə daxil olacağam, onda istədiyim paltarları alıb geyinəcəm. Beyinlərində artıq paltar kombin edirlər ki, məktəbə belə geyinəcəm. Allah bütün müəllimlərə qismət eləsin. MİQ-ə hazırlaşan müəllimlərə. Yəni ki, bax bu cür özünüzü motivasiya edirsiniz. Özünü həvəsləndirirsiniz. Başqası yox ha, başqasını yox. Başqasını həvəsləndirmirsiniz. Özünüzü həvəsləndirirsiniz. Bax bu olur motivasiya. Motivasiya olmasa bir işi görmək istəməzsən. Müəllimlər, motivasiya da iki cür olur. Silin bunu yazın. Motivasiya iki cür olur. Var daxili motivasiya. Daxili. Var xarici motivasiya. Var xarici motivasiya. Bir işi sevərək, bir təmanna güdmədən etmək olur daxili motivasiya. Elə adam var ki, müəllimlər hər gün idman edir. Bunu kimsə məcbur edir ona? Xeyr. Bunu heç kim məcbur etmir. Bundan nəsə pul verirlər idman etdiyinə görə? Təbii ki, xeyr. Amma bu adam öz daxili motivasiyası, sevir də idman etməyi. Ona görə hər gün yürüyüş edir, hər gün idmana gedir. Heç bir gündə onu ləngitmir. Hər gün gedir, çünki həvəsi var. Elə adam var ki, işə sevərək gedir. Çünki bu işini sevir. Yəni maddiyyatdan əlavə işini sevir. Bax, bu olur daxili motivasiya. Amma xarici motivasiya, sən bir işi görmək istəmirsən. Məcburiyyətdən. Məcbur. Bu işi məcbur etməyə çalışırsan. Yəni, misal üçün, hal-hazırda siz kurikulumu oxumaq kimi. Hamınız həvəslə oxuyursunuz, xeyr. Sevərək içinizdən gəlir, bu bir hobbidirmi oxuyursunuz, xeyr. İmtahan xətrinə. MİQ müəllimi deyir ki, gedin bir 6 dənə də plus yazım, kəsilməyim. Sertifikasiya müəllimi də yenə deyir ki, gedin biraz yazım, balım yüksək olsun. Yəni, bax, xarici motivasiya nümunə kurikulum oxumaq kimi. Yəqin ki, başa düşdünüz nə deyirəm. Uşağı məcbur edirik ki, oxusun. Deyirəm ki, bu gün dərslərini oxumasan, sənə telefon verməyəcəm, sənə planşet verməyəcəm. Nədir? Uşaq bax, öz həvəsi yoxdur. Telefonun, planşetin valideynin qorxusundan oxuyur. Bu daxili motivasiya yoxdur bunda. Xarici motivasiyada yəni nəyisə məcburiyyətdən edirsən. Yəni bax bu olur, nə bu olur? Xarici motivasiya. Goleman da deyir ki, motivasiya yoxdursa əgər, bunu sevdiyin işlə bir yerdə eləyə bilərsən, qarşılaşdıra bilərsən. Misal üçün, mən işə getməyi sevmirəm, amma məcburam da getməyə. Niyə? Pula görə, kreditlərim var, ailəmi saxlamalıyam. Yəni, bunun üçün mən işlə neynəməliyəm? Mən güclə dururam da, hər gün mənim ayağım getmir də o işə. Amma o işdə mən kitab oxumaqda sevən adamım. Misal üçün deyirəm də. Neynəməliyəm? Sevmədiyim işi, sevdiyim işi, belə deyək də, sintez eləməliyəm. Necə? Mən kitab oxumağı sevirəmsə, hər gün nahar fasiləsində 15 dəqiqə yeməyimi yedimsə, o 1 saat nahar fasiləsi var da, mən 10-45 dəqiqəsini kitab oxuyum. Yəni, sevdiyim işlə sevmədiyim işi bir arada görürəm. Motivasiya hərəkət verici gücdür, müəllimlər. Bir də ki, bu xarici motivasiyada bir öhdəlik var, öhdəlik. Bunu kitabda da qeyd olunub ki, yəni xarici motivasiyadadır. Misal üçün, kimsə səni qonaq çağırır, sən getmək istəmirsən də bu qonaqlığa. Amma deyirsən ki, gedim də ayıbdır, bu məni çağırıb, yəni məcburam da getməyə. Yəni sabah qarşılaşanda utanacam. Yəni getmək istəməsən də özünü məcbur edirsən ki, ayıbdır gedim. Yəni bu sizin öhdəliyinizdədir də, bura getməlisiniz. Bax, öhdəlik də xarici motivasiyadadır. Və növbəti 4-cü komponentimiz empatiyadır. Empatiya. Dedik ki, 5 komponent var. Hansıları danışdıq? Özünü dərk, özünü idarə etmə, motivasiya və 4-cü empatiya. Empatiya dedim, həmçinin nə deyirik? Sosial məlumatlıq. Sosial məlumatlıq deyirik. Empatiya nədir, müəllimlər? Bir insana lağ eləmə, bir insanı qınama, bir insanı ələ salma, onu mühakimə etmə. Yəni, bax bu, özünü onun yerinə qoy. Başqasını anlamaq, başqasını ələ salmamaq, başqasını mühakimə etməmək, bu empatiyadır. Sinifə bir lal uşaq gəlir, danışa bilmir də, fərz edək ki. Bunu ələ salırsan. Bu danışa bilmirsə, sən bunu niyə ələ salırsan? Yəni, biz bunu aşlamalıyıq ki, Allah bunu belə yaradıb.
Allah səni də elə yarada bilərdi, məni də elə yarada bilərdi. Yəni kimisə ələ salmaq, mühakimə etmək, hilaq etmək olmaz. Müəllim şagirdlərlə bu cür danışmalıdır ki, onlarda empatiya formalaşsın. Sinifdə belə deyək ki, çox yaxşı, imkanlı ailənin uşağı var. Bu bütün kasıb uşaqları ələ salır. Amma indi biz bir dəfə rollu oyunu təşkil edib bu uşağa bir kasıb obrazı versək, bunu tətbiq edərkən artıq özünü onun yerinə qoymuş olacaq. Və rollu oyunlar empatiyanın formalaşmasına şərait yarada bilir. Və empatiya formalaşması həmçinin biz buzqıran strategiyasından istifadə edə bilərik. Sonra müəllimlər, hansı intellekt tipində olanların empatiyası güclü olur? Gartner nəzəriyyəsində. Şəxslərarası intellekt tipində olanların da empatiyası güclü olur. Yəni biz insanlar, şagirdlərlə indi buzqıran strategiyası nədir? Qısa məlumat verin. Bunu növbəti dərslərimizdə müdavimlərimə keçəcəm. Buzqıran strategiyası dərs ilinin əvvəlində elə bil müəllim bir gün təyin edir. Burada şagirdlər bir-birinin hobbisi, sevdiyi film, sevdiyi cizgi filmi, yemək, xoşladığı rəng, bunlar haqqında məlumat olur. Sanki şagirdlərin bir-biri ilə aralarındakı buzlar əriyir. Bir-birini daha yaxşı tanıyır. Bir-birinə empatiya göstərirlər. Başa düşməyə, anlamağa çalışırsan. Bax, bu olur empatiya. Və nəhayət 5-ci komponentimiz olur. Bu 4-üydü. 5-ci komponentimiz olur. Münasibətlərin idarə olunması. Münasibətlərin idarə olunması. Bəs bu nədir müəllimlər? Münasibətlərin idarə olunması dedikdə, buna həmçində dedik sosial bacarıqlar. Baxın, burada empatiya ilə bəzən müəllimlər situasiyada çaşırlar. Empatiyada insanları anlamaqdır. Yəni, mən özümü onun yerinə qoyuram, insanı anlayıram. Münasibətlərin idarə olunmasında isə anladığını dilə gətirməkdir. Yəni, anladığını dilə gətirirsən, ünsiyyətdə olursan. Görürsünüz, münasibətlərin idarə olunması. İki insan bir-birindən inciyir. Yəni, dalaşıblar da, iki sinif yoldaşlar bir-birindən dalaşıblar. Arada da biri var, gedib gəlib deyir ki, sən bilirsən, o sənin haqqında nə dedi, elə dedi, belə dedi. Bunlar bir-birindən inciyiblər. Halbuki, bu misal üçün də Gülər günəşdən inciyib. Halbuki günəşin günahı yoxdur. Günəş bilir ki, bunda günah yoxdur. Və bunlar arasında söz aparıb gətirən bir dənə sinif yoldaşı var da. İndi günəş nə etməlidir? Günəş günahı olmadığı üçün gedib onu başa salmalıdır. Gedib ondan danışmalıdır. Görürsünüz, deyirik ki, münasibətlərin idarə olmasında ünsiyyət var. Yəni, burada anladığını dilə gətirmək var. Gedib deyirsən ki, mən belə demək istəmədim, odur, budur. Yəni, bu cür danışırsan, burada bir inandırıcılıq qabiliyyətli olmalıdır münasibətlərin idarə olmasında. Yəni, sən onu inandırırsan ki, həqiqətən mənim günahım yoxdur. Bax, bu artıq münasibətin sosial bacarıqdır. Sosial bacarıqda münasibətlərin idarə olunmasında ünsiyyətdir, inandırıcılıq qabiliyyətidir, liderlik qabiliyyətidir. Bunların hamısı var, deməli, sosial bacarıqda. Çünki sən onlarla əlaqədə olursan, ünsiyyətdə olursansa, yəni bu bacarıqlardan biz şagirdlərdə bu bacarıqları formalaşdırmalıyıq ki, bunlar sosial bacarıqda ola bilsinlər, münasibət qura bilsinlər. Yəni, sosial bacarıqlarda sən çalışmalısan ki, dediklərini aktiv dinləyə biləsən, qeyri-verbal və yaxud verbal kommunikasiya qurmaq, liderlik olmaq, inandırıcı olmaq, bayaq dediyim kimi inandırıcı olmaq. Liderlik olmaqda necədir? Misal üçün, sən başqasını motivasiya edirsən. Lider olanda. Liderlikdə sən başqasını motivasiya edirsən. Necə başqasını motivasiya edirsən, deyim sizə. Elə bil ki, siz qrup işi işləyirsiniz, bir qrupdasınız və yaxud qrupda deyirsiniz, elə sənin dostun, sinifdə bir dostun var, bu dostun heç ingilis dilini sevmir. Misal üçün, Azərbaycan dili, riyaziyyatı yüksək səviyyədə oxuyur, amma ingilis dilini sevmir. Sən onunla danışırsan, onu həvəsləndirsən, onu başa salırsan ki, sən Azərbaycan dillə də yüksək yazarsan, buraxılış imtahanında da, riyaziyyatdan da yüksək balla yazarsan. Amma ingilis dili səni geri salacaq. Ona görə mütləqdir ki, sən onu oxumalısan, buraxılış imtahanında ingilis dili var. Bax, sən onu bu cür həvəsləndirirsənsə, bu artıq sənin liderlik qabiliyyətindir. Yəni, başqasını motivasiya edirsən. Baxın, motivasiyada, 3-cü mərhələ bilirsiniz motivasiyada, özünü motivasiya edirsənsə, bu motivasiyadır. Amma başqasını motivasiya edirsənsə, bu artıq münasibətlərin idarə olunmasıdır. Bu artıq
liderlik qabiliyyətinə aiddir. Bu da olur bizim Goleman nəzəriyyəsi. Yəni gördüyünüz kimi çox da çətin deyil və onu da qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq gündəlik paylaşılan test izahlarıdır, yeni mövzuların izahıdır ki, bunlardan xəbərdar ola bilərsiniz. Yəni Goleman nəzəriyyəsi gördüyünüz kimi çətin bir nəzəriyyə deyil, maraqlı nəzəriyyədir və Goleman nəzəriyyəsi onu da qeyd edim ki, niyə lazımdır? Emosional intellekt niyə lazımdır? Emosional intellekt şagirdlərə sinif yoldaşını, müəllimi, valideyni və insanları düzgün ünsiyyət qurmaq imkanı yaradır. Yəni konflikti sağlam şəkildə həll etməyə imkan yaradır. Şagirdlərdə tənqidi və məntiqi təfəkkür formalaşdırır. Sən çünki o aldığın rəylərə adekvat cavab vermisən, reaksiya vermisən, prosesi daha səmərəli idarə etmək üçün lazımdır. Şagirdlərdə açıq düşüncə tərzi formalaşdırır. Emosional intellekti inkişafı şagirdlərin şəxsiyyət kimi formalaşmasında, gələcəkdə sərbəst seçimlər etməsinə, öz həyat yolunu düzgün şəkildə seçməsinə şərait yaradır. Yəni emosional intellekt çox vacibdir və biz bunu şagirdlərdə formalaşdırmalıyıq. Eyni zamanda müəllimin özündə də emosional intellekt olmalıdır. Çünki müəllim özü rol modeldir, bilirsiniz ki, nümunədir və ona görə də özünün emosional intellekti yüksək olmalıdır ki, şagird də müəllimini izləsin və bu cür bacarıq şagirddə formalaşsın. Yəni çox da çətin nəzəriyyə deyil, maraqlıdır, yadda qalandır. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.